Ya Allah. Salamu aleykum. Mənim dəyərli izləyicilərim, hər vaxtımız xeyir olsun. Bu videonu keçmirsiniz, niyə keçmirsiniz deyim. Bağ evi kimi istəyirdi məndən. Bağ evi, əlim yanında da bağ evi kimi istəyirdi məndən. Bağ, indi balet eləyir. 5 sotdur, paşlı 5 sotdur da elə. 5 sotdan 4-dən çoxdur, yəni 5 sota yaxın bir şeydir. Bir dənə ləzzətdə bağ evimiz çıxıb satacaq. Bana dəyərli izləyicilər, gəl bura qalır. Bir dənə həyətdə bir dənə fikir verin. Həyətdə bir dənə fikir verin şahmağaclarına. Gəl bura. Ümumi həyətin sahəsinə bir dənə baxın. Evin özündə bir dənə qıraqdan götür qardaşım. Evin o bir hissəsində çəkəcəm. 2 otaq, 1 mətbəx, sanitar qovşağı içəridə hər şey var. Belə bir dənə variantdır. Gəl bura. Yapılı hər kəs ala biləcək də. Niyə? Burada da deyim ki, dəyərli izləyicilər. Bu evin kənd təsərrüfatı təyinatlıdır. Bir də həyətinə var. Bəh, ləzzət eləyir ha, ləzzət eləyir. Kənd təsərrüfatı təyinatlıdır. Kənd təsərrüfatı təyinatlıdır, dəyərli izləyicilər. Bütün kommunalları yanındadır. Ev yəsi deyir ki, burada hamı elə bir kommunalları çəkib işlədirdik. Ayrıblar kommunalları, istəyən adam gələndə özünüz bildirsiniz. Düz qoş eləyəcəyik. Çıx bura bir dənə. Dəyərli izləyicilər, bir dənə buradan yuxarını tut. Evin bir dənə buradan mənzərəsi var. Allah'a bütün yerlər Novxana ayağının altında qalıb balet edir. Qal orada bir dənə. Bana dəyərli izləyicilər. Bura koridor çox böyükdür. Həqiqətən çox böyük koridor. Burada bir dənə sanitar qovşağı var. Gəl bir dənə bunu çək. Bax, aksesuarlar da içindədir dəyərli izləyicilər. Gördüyünüz kimi bax, full vəziyyətdə. Bu evə bir dənə züngül əl dəyər təmizləyirsən, girib yaşayırsan. 2 dənə otağı, bir dənə mətbəxi. Mətbəxin böyüklüyünə baxın. Kosmetik remonta ehtiyacı var. Dəyərli izləyicilər. 40.000 manat 5 stokun içində 2 otaq. Real alıcı ilə qiymətdə yüngülvari razılaşacaq. Buna bir dənə baxın. Dəyərli izləyicilər, bağ evidir ya. Bağ evi. Buranı ürəyimiz istəsə remont eləyəndə bir dənə otağın için çək. Bax, dəyərli izləyicilər, bu evin için remont eləyəndə istəyən adam burada 3 otaq eləmək üçün mətbəxi çıxardarsan bura, qardaş, qap qoyacaq. Buradan mətbəxi çıxardırsan bura, orada da ki 3 dənə otaqdır. Həyəti də 5 sot. Çıxarış kənd təsərrüfatı. Kommunallardan da ki, narahatçılığınız olmasını kim istədik, bələdiyyə sənəti ilə gediləcək bələdiyyə altdan o da keçir, bax bu qaydada. Fikri ciddi olan olsa, mənzərəsi də superdir ya buranın, ideali yerdir. Qapının ağzına kimi də, mərkəzi asfaltdan düz qapının ağzına kimi də asfaltdır. Quruntavoy da yoxdur. Əsl oliqar stilidir.